Bölgələrdə ciddi həkim çatışmazlığı var. Müşahidələr göstərir ki, rayonlarda peşəkar həkimlər kütləvi şəkildə paytaxtdakı klinikalara üst tutur. Gənc həkimlər də bölgələrə getmək istəmir. Nəticədə xoşa gəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar ya xəstəxanalarda saatlarla növbə gözləyir, ya da paytaxta üst tuturlar. Sözügedən məsələ parlamentdə də gündəmə gəlib. Milli Məclisin Səhiyyə Komitəsinin məlumatına görə bəzi rayonlarda 100-dən artıq həkim və orta tibb işçisi çatışmır. Problemi daha da dərinləşdirən məsələ isə odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün təqaüdə göndərirlər. Bu da bölgələrdə həkim çatışmazlığı problemini daha da ağırlaşdırır. Əksər xəstəxanalarda 50%, hətta 50%-dən artıq həkimlərin sayında azalmalar müşahidə olunur. Bu da o deməkdir ki, ya xəstəxanalarda çatışmayan sahələrdə xəstələr növbələr gözləməlidir. Bəzi sahələrdə isə həkimlərin ümumiyyətlə olmaması həmin xəstələri, pasiyentləri iri şəhərlərə yönlənməsinə istiqamət alır. Məsələn, Qazax rayonunun mərkəzi xəstəxanasında hazırda 160 həkim peşə fəaliyyəti göstərir. Hansı ki, xəstəxanada 239 həkim ştatı var və bunun da 79-u vakantdır. Ağstafa xəstəxanasında isə 50-dən çox həkim çatmır. Bu tibb ocağında 149 ştatdan 76-sı hələ də boşdur. 73 həkim isə öz sahəsində çalışır. Tovuz və Gədəbəy rayonlarında da ümumilikdə 20-25% həkim çatışmazlığı mövcuddur. Çatışmayan sahələrdən əsasən mama ginekoloq, endokrinoloq, travmatoloq, terapevt, uroloq kimi sahələrdir. Bir dənə göz həkim var, Tovuzda gedirik, saatlarla növbəsinə dayanırıq. Bir dənə uzuya getmək üçün gərək ikinci günü gözləyəsən. İkinci günləri uzu işləyəcək, o da 8-9 adamı ancaq qəbul eləyir. Travmatoloqlardır, revmatoloqlardır, nevropatoloqdur, çatışmamazlığımız var bu sahədə. Səhiyyə Nazirliyi mi, ya təbib mi köməkdarlıq eləyir ki, bizim regionlarda bəs həkim çatışmamazlığı aradan qaldırılsın. Bir vətəndaş olaraq mən niyə gözləməliyəm ki, növbədə saatlarla? Bəs görəsən, getdikcə kəskinləşən problemin həlli üçün hansı addımlar atıla bilər? İcbari tibbi sığortanın inkişafı ilə birlikdə bu problemlərin həllinə nail olaraq biz bölgələrdə hər bir vətəndaşın özünü düşünmədən təslim edə biləcəyi sağlam səhiyyə sistemini qurmağa nail ola bilərik. Məsələ ilə bağlı təbibdən bildirildi ki, mövcud çatışmazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Vasif Vaqifoğlu, Rəşad Əli İskəndərov, Fidan Səfər, SPS xəbər.